Salam, kanalıma xoş gəldiniz. Bugün pirajki resepti paylaşıram. Qabın içərisinə 1 xörək qaşığı maya, 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı yarım duz, 1 stəkan yarım su, 1 stəkan qatıq, 2 ədəd yumurta əlavə edib qarışdırıram. Hazırladığım qarışımın üzərinə 1 kilo unu əlavə edib xəmir yoğururam. Xəmiri yoğuran zaman öncədən əlavə elədiyim su azlıq elədiyinə görə stəkanın 1/4 qədər yenə də su əlavə edib xəmiri yoğururam. Xəmiri yoğurduqdan sonra üzərinə stəkanın 1/4 qədər bitki yağı əlavə edib yenidən yoğururam. Yağ tamamilə xəmirə qarışmalıdır. Xəmiri yoğurdum, xəmir hazırdır. Xəmir yumşaq, ələ yapışmayan xəmirdir. Xəmirin üzərini örtüb mayalanmağını gözləyirəm. Artıq xəmir mayalanıb hazırdır. Azca un səpib xəmirdən 50 qramlıq kündələr hazırlayacağım. Pirajki xəmirin kündələyən zaman çalışmaq lazımdır ki, yağdan istifadə olunmasın. Yağ istifadə etdikdə xəmirin içərisinə içlik yerləşdirən zaman xəmirin uc hissələrin yaxşı birləşdirmək olmur. Xəmirin hamısını kündələdim, üzərində örtdüm ki, üzəri qurumasın. İçlik zövqə görədir. Mən içlik üçün kartof püresi və Holland pendirindən istifadə elədim. Kündələri əlimlə azca açıb, içərisinə 1 çay qaşığı yarım içlikdən yerləşdirib, xəmirini bir-birinə yaxşı birləşdirirəm ki, yaxşı yapışdırıram ki, açılmasın. Yağda qızardan zaman içlik yağın içinə dağılmasın. Xəmirin içərisini içliklə doldurduqdan sonra əvvəlcədən yağladığım sinilərə düzürəm ki, xəmir yapışmasın. Və eyni qayda ilə əlimlə açıb, içərisinə Holland pendiri yerləşdirib, hər iki tərəfin xəmiri yaxşı birləşdirirəm ki, xəmir açılmasın. Artıq pirajkilərin hamısını hazırlamışam. İndi qazanı ocağın üzərinə yerləşdirib, içərisinə yağ əlavə edib, bitki yağı əlavə edib gözləyirəm ki, yağ isinsin. Yağ isindikdən sonra pirajkiləri yağın içərisinə əlavə edirəm ki, qızarsın. Yağ yaxşı isinməlidir ki, xəmir yağı canına çəkməsin. Artıq pirajkilər qızarır, bir yüzü qızarıb, indi o birisi yüzünü çevirirəm ki, qızarsın. Pirajkilərin hər iki üzləri qızarıb, hazırdır. Qabın içərisinə salfetka açmışam. Pirajkiləri salfetkanın üzərindən yığıram ki, artıq yağı canına çəksin. Üzəri xırçıltılı, içərisi yumuşaq, qızardan zaman yağı canına az çəkən, dadlı, ləzzətli pirajkilər hazırdır. Bugünlük bu qədər. Hələlik.